Herkese selamlar dostlar. Bugünlər sizə car parking üçün Game Guardian necə yüklənir onu göstərəcəm. Hər bir adımı mənim elədiyim kimi edin ki, sizdə də alınsın. Keçək videomuza. Kanalıma abunə olub like atsanız videolarıma çox sevinərəm. Heç uzatmadan videomuza keçək. Demək, Google-a girirsiniz. Yazırsınız ki, Game Guardian Nord, yəni Game Guardian Nord. İkinci çıxana basırsınız. Yəni sizdə birinci də çıxa bilər, üçüncü də çıxa bilər. Axtara gedin. Yəni bu çıxırsa basın üstünə. Gördüyünüz kimi download. Basın. Baxın dosya indirilir. İndiriləndən sonra yükləyə basın. Burada belə bir şey göstərəcək. Diğer ayrıntılara basın. Yine də yükləyə basın. Bittiyə basın. Gördüyünüz kimi gəldi. Üstünə basırıq. Reklamı gözləyirik. İzin ver deyirsiniz. Burada baxın. Bunun üstünə basırsınız. İzin ver. Tamam. Tamam. Burada gələcək Game Guardian atacaq. Bunu etkinləşdirirsiniz. Yenidən başlata basırsınız. Yenə bunun üstünə basırsınız. Basandan sonra sağ aşağıda başlat var. Basırsınız. Tezdən başlat. Tezdən başlat. Gördüyünüz proqramdan hatta çıxışa basırsınız. Tezdən gəldi. Son oldu. Sonra ad qeyməliyik. Qotitə basırıq. Get. Car parking etkinləşdirir. Gördüyünüz kimi gəldi. Buna basandan sonra yəni car parkingin üstünə basırıq. Qələm işarəsi. Siz bu üstdəkinə basın. Mən də reklama baxıb gəlirəm. Bir dəfə yəni reklam istəyirsizdən sonra istəmir. Gəldim dostlar, indi oyuna girsin. Gördüyünüz kimi Game Guardian buradadır. Burada oldu yani ekranda gəlibsə oldu demək. Sonra dostlar mən devam etə basacağım. Siz giriş yapmağa basıb öz hesabınızı girə bilərsiniz. İndi sizə bir şey başa salım. Orada öz hesabınıza girəndən sonra maşın buferini çıxartdınız. Orada hesabı kaydetə basıb çıxın hesabdan. Sonra adi car parkingdə öz hesabınıza giriş edəndə sizdə bufer sökülük olmayacaq. Orada hesaba çıxışa basırsınız, kayd eləmirsiniz. Hesabdan çıxışa basırsınız. Sonra təzədən hesaba girəndə görəcəksiniz ki, o maşın atında görəcəksiniz ki, bufer sökülüb. Sonra kayd edirsiniz. İndi bir dəqiqədə sonra mən maşınları alıb gəlirəm. Dostlar, lazım olan maşınlar deməli 17'dir, bir də Honda'dır. Bir də onu başa salım ki, siz yəni bu ekrana gələn kimi Game Guardian yəni sadə car parkingdən girməyin, yoxsa olmayacaq. Yəni oradan Game Guardian'a yüklədiyinizə girin, orada mənim kimi reklamı izləyəndən sonra girin oyuna. Onu eləməmişdən əvvəl car parkingə girin adisinə. Oradan öz hesabınızı kayd edin, çıxın. Sonra bu göstərdiyim yerdən girin, Game Guardian'ın yerdən. Sonra başa saldığım kimi eləyəndən sonra modu buradan sizdə burada kayd etmə olacaq. Ona basın. Buradan çıxın hesabdan. Sonra adi car parkingdən girin. Girəndən sonra hesabı kayd eləmədən çıxışa basın. Təzədən girəndə görəcəksiniz ki, bufer sökülüb. İndi keçək bufer necə sökülür ona. Yəni əslində mən Game Guardian necə yüklənir onu göstərəcəkdim. Yəni dedim ya hazır maşın modunu göstərim. Deməli ki, siz Honda'ya ikinci bufer seçin. Burada sizdə car parkingi seçirsiniz. Burada ikinci bufer seçirsiniz. Baxın burada axtarış yeri var. Baxın burada. Axtarış yerinə basandan sonra duvördə basırsınız. Bir yazırsınız. Yeni arama deyirsiniz. Axtarsınız. Axtardım. Üçüncüyə
eləyib həmin şeyi 2 yazırsınız. Dördüncü eləyib 3 yazırsınız. Beşinci eləyib 4 yazırsınız. Sonra buferləri almadan çıxırsınız. Girsiniz 07'ye. İkinci buferi seçirsiniz Word'də. Girirsiniz Word'də 1 yazırsınız. Sonra birinci bufere gəlsiniz. -9. Gördüğünüz gibi bufer seçildi. Arka buferde seçmek istəyirsinizsə elə gəlin birinci buferi seçin. Bir de yani orada iş görmeyin. Birinci buferi seçin, -9 yazın. Alın. Başka maşına keçin. Oldu. Videomuz bura kadar idi. Sağ olun. Yaxşı oyunlar. Ya göstərdiyim kimi Hella modda gələcək. Başqa maşınlarda necə bufer seçilir, onlar da gələcək. İzləmədə.